Bülbül bəy, maraqlıdır. Bu sənətə başladıqdan sonra bu sənətdə nələr gördünüz? Bu suala belə deyim ki, bu dəqiqə bizim cəmiyyətdə, ümumiyyətlə şou biznesdə normal insana çox az dəyər verirlər. Necə? Məsələn, bunu izləyən tamaşaçılar da mənimlə razılaşar ki, bu dəqiqə bir verilişə çıx, normal otur, normal danış, normal oxu, vallah yadda qalan heç nə olmayacaq yəni. Yadda qalan heç nə olmayacaq. Amma gəl bir verilişdə qalmaqal elə və yaxud da bir verilişdə yıxıl, büdrə. Yəni sənin xahiş eləyib pul verəcəyin səhifələr onu pulsuz paylaşacaq sənin üçün. Niyə? Çünki reytinq verəcək. Başa düşdünüz necə? Ona görə bu dəqiqə normal şeyə mən bunu nöqtə bə nöqtə deyirəm ki, yəni kim də razılaşmırsa mən öz fikrimi deyirəm. Yəni onların da öz fikridir. Normal insana necə deyim, baxan, pərəstiş eləyən çox az adamlar var da, yəni çox az adamlar var. Bu dəqiqə normal insana dəyər verən yoxdur yəni. Bunu nöqtə qoyub altını çizib deyirəm ki, çünki bu dəqiqə anormal hərəkətlər bu dəqiqə insanları cəzb eləyir. Necə deyim, davadalaş, qalmaqal, nə bilim, yıxılmaq, qeyri-etik şeylər insanları bizim də millətin çox faizi elədir ki, birinci hamı lağa qoyur, gülür, amma hamı da ona dəstək olur. Üzə gələndə hamı gəlir yanlarına, şəkil falan çəkdirir, amma arxada olanda ümumiyyətlə də sosial şəbəkədə hamı söyür.